70 yaşı var, bu çaylarda şey daşırır. Lordu, ne deyil? Şehit olan kent değil, qazisi olan kent değil. Baxılmır kəndə. Cəmaət gedib bir neyse qırı getirir, gelip cəriməlendirirlər. 3000 manat, 4000 manat, harada versin bunlar? Gecə gündüz odun doğurmaqdan bicirik. Bir nəfər lazımdır ki, hələ odun doğursun səhərdən axşama kimi. Yolun bir tərəfində qaz var, yolun o biri tərəfində qaz yoxdur. Qonşuda qaz var, bizdə yoxdur. Gözləyir ki, haçan çaya sel gələcək, yaxınımızda çay var. Çaydan düşüb odun yığacağıq. Quba rayonunun ucqar yaşayış məntəqələrindən olan Məzgəxacə kəndindəyik. Bu yaşayış məntəqəsində uzun illərdir ki, mavi yanacaq olmadığından sakinlər əziyyət çəkir. Harca təxminən 70-75 ev var. Sakinləri də hələ məsəl üçün ən azı 5 nəfərdən vursaq, 4-5 nəfərdən 300-350 nəfər sakin qazsızdır. Dəfələrlə müraciət etməyimizə baxmayaraq, bu il çəkəcək, çəkmələr gələn il çəkəcək, yoxdur. Axı bu vaxta qədər 2018-ci ildən bu vaxta 2016-ya 8 il vaxt keçməyinə baxmayaraq biz çox çətin vəziyyətdədik. Elə ailələr var ki, ümumiyyətlə odun tapa bilmirlər, çox çətindir. Yəni evlərdə körpə uşaqlar var, məktəblilər var. Bir maşın odun 500 manata başa gəlir, 500 manatdan da yuxarı başa gəlir. Dəfələrlə biz aidiyyəti qurumlara deməli müraciət eləmişik. Bura deməli icra nümayəndələrindən gəliblər. Sonra deputatımız gəlib bura, ona demişdi. Keçən dəfə deputat gəlmişdi burada. Onu cəmaət onu seçmişdi, ona müraciət eləmişik. Bizə söz vermişdilər. Halbuki heç bir yəni ki irəliləyiş yoxdur. Bir qışı bir maşın odun bəs eləmir. Harca 1500-1700 onun oduna pulu gedir. Məlumat üçün bildirim ki, qazlaşma proqramı birliyin daxili maliyyə imkanlarına uyğun olaraq mərhələli şəkildə həyata keçirilir. Quba rayonunun Məzgəxacə kəndinə gəldikdə isə bu yaşayış məntəqəsinə küçə qaz xətlərinin çəkiliş işlərinə növbəti mərhələlərdə baxıla bilər.